Salam hanım, siz burada yaşıyorsunuz. Evet. Niçin burada yaşıyorsunuz? Ben öyle bir kişi, buraya yayınlananda öyle bir şey yettiydi. Ama sizin qapınızdan çox bərbad qoxu gəlir. Onu içərik baxa. Yok yok. Neyse, bu temizliklə bağlı ne temizlik görürsünüz? Hanım biz başlamışıq, təmizliyi ve təmiz olacaq her yer. Niye koymursa bu aksı içeride? Ölmüş hayvanları görsün. Ay bak Vəziyyət istəyir diye bir biri. Ay bak bizde heyvanlar yoktu. Ay hayır, uşaqlar millət görür, nə danışırsan? Aç qapını bir sənin vəziyyətini görsün də. Koy görsünlər, biz ölürük, yaşaya bilmirik. Mən ancaq xəstəyəm, öyüb qısmaqdan iyiydən. Benim suyum yok diye bir yarımdan suyum gelmiş. Susuz temizliği olur. Və sənin buraya da zamanı, mən evimin mərtəbəsi yukarıdaşıram, zamanın evinə sürüyorum. Çekebilirim sizi. Bizim yok, buranın başka ev lazım çəkilmək. Hanım, icazə verərsiniz Yok baxa. Ay acı, ölürük iyiydən, yaşamaq deyirik, biz sürünürük. Allah'ıma and olsun. Çəkim rəsmin üzünüzü. Çəkim hədiyyə olma, çək bir dönə. Bunlar geçsin. Hanım, siz burada yaşıyorsunuz. Bəli. Belə hamımız bir köçmüşük, belə bununla bərabər. Davam edib belə iyilər. Hə, 8-ci, 7-ci, 6-cı, 1-ci mərtəbə iyiden biz ölürük. 20 gün bundan qabaq 2 kamaz bunun evindən zibil getdi. 20 gün, 15 gün qabaq 2 kamaz bunun evindən zirzibil getdi. Yenə də daşıyır, yenə də daşıyır. Məsələn, bağlı çəkə müraciət edəmişsiniz. Eləmişik, yekdə gəlir. Gəlirlər, yalandan təmizləyib gedirlər. Yalandan bir kamaz gəlirlər, təmizləyirlər gedirlər. Xeyri yox, var. Yaxınlaşdığında adamı belə təhdid edir. Adama hədəf olsu gəlir, oğurluqla təhdid edir. Bağları gəlmişdi ev təmizliyində. 102-yə verəcəyik, neyniyəcəyik? Hədə qorxu bir dənə saçlı oldu mənə. Əl qol atmaq, özü. Buradan bir dənə kamaz, məndə videosu var, göstərdim telefonda. Hə. Bir dəqiqə, tapım göstərdim. Qızınızdır. Kızım bir dəqiqə olar. Əlbəttə. Dünən bir vaxt dönüşü var burada. Mən bu yaşda, bu bir çayımı qoyarım yola, mən yalan danışmam. Bəli, buyurun. Ona şey tapşırmışdı, gəldim, verdim və bir söhbət yox, gəldim. Bax, belə tuttum. Belə ağzını niyə tutmuşam? Dedim, toxuyu yedim. Məni bağışla. Bana yaraşar. Kim qabama deyir, onun pulunu alıramsın. Mən pulun ünlüyəm. Mən yaraşar bala. O da qubatlıdır, mən də qubatlıyam. Xəsəlat çəkirəm, ölürəm. Aldığım temizliyəm. Bax, belə qalım, gedək bax. Mən o tərəf aça bilmirəm. Konsenerin umudunu qalmışam. Qolumu qılçamım deyib, tağızda qanat yer. Mən bu zülümü çəkirəm. Məşəmət yoxdur. Aldığım pensiyanı verirəm, mən konsenerim. Biz Burada kirada yaşayır, yoxsa öz evidə? Yok, qazqınton verirlər bizə. Qazqınton verir, mən peşman olmuşam bu gəlməklə. Bıçaq qırılaydı, mən bura gələm. Gözüm çıxaydı, mən bura gələm. Hara gedim? Oğlum yox, qızım yox, ailəm yox. Gəgədə bax görüm, mən o tərəfdən istifadə eləyirəmsə devam. Səni at verirəm, Allaha gəgədə mən. Mənim balkonumda 10 dəqiqə dursun, ürəyim qalır. Gəgədə bax, qızım. 7-ci mərtəbədə Bana yazığın gəlsin, onu köçmürsə mənə bir yer tap. Mən zülüm çəkirəm. Bu nədir? bunun evindən çıxan zirzibil. Ağzım yüzümü məni bir ağır eləyir. Zirzibilə Deyir, onun pulumu oluram. Sizə şər atır. Hə. Nəinki, bacı bütün qonşulara, hamıya deyir ki bir gün. Ona deyir, pasteləmə uğramsan. Buna deyir, evindən 20 min pulumu uğramsan. Ona deyir, hamıya şər atır. Hamıya. Sən də mənə bağışla, mənə bir sən nə sözlər deyir. İndi sizi görüb, bax belə quzu balası olur. Aç çəksində bacı bir dənə onları görəsən. Bir dənə bu evi görəsən bir dənə. Dəhşətə gələrsən də. İcazə olar baxaq. Bildikçin saxlayır evdə, pişik saxlayır, iç saxlayır. Da niyə desən? Bunun beşi gedəndə birinci mərtəbə liftin qabağıdır, mən birinci mərtəbədə. Mən körpə uşağımdan 4 saat küləkli günüydü. And ol Allaha qaldım çöldə. Uşaq qucağında yat, iydən evə girə bilmirdik. Qoxluya qədər, zalıma qədər bunun evi deyilsin. Qoyma, öyle asla açma, aç. Ne koymuşsan, təmiz evini koymuşsan. Təmizdirsən, asla açma, aç, tek tarafa açma. Gide yanı küçüksən. Sonra başında ölürük. Biz ölürük.
qapını. Sən şikayət edə bilərəm. Sən mənə deyirsən ki, gündə bir kişi sarsan evə. Subutun var. Ay qapacım, qoşlar yalan dedin sən. Subutun var, sən o sözü mənə dedin. Subutun var. Mən onu sən şikayət edə bilərəm. Xanım, bu qədər insanlar sizdən şikayət edir, amma siz deyirsiniz ki, yalan deyir. Bunun biri yalan desin, ikisi yalan desin, üçü yalan desin. Çəkə bilərəm sizi. Xahişimiz odur ki, ən azından lazım olan yerlərə xəbər verək ki, gəlib bir əncam qılsınlar. Söymək indi problemi var, onu hamımız bilirik. O sarıdan bir qoyuruq bir qırağa. Sadəcə olaraq bacı qardaşı bir həftə olar ki, bacı qardaşı buradan bir lafet dolusu, yəni zibil daşıdığını hamımız şahidik. Həmin günü biz bu binada bir adam evindən çölə çıxa bilmədik, iyin acısından. O qədər dəhşətli dərəcədə bir iyi gəlir ki, o iyin acısından biz evimizdə belə otura bilmirik. Evimizə qonaq gəlmiş. Evimizə kimsə bir dəfə çaşıb gələrsə, ikinci dəfə deyir, incimə deyir, mən bir də sizin evinizə gəlmirəm. Sadəcə olaraq xahiş edirik ki, problemlidir da, yəni hamımız bilirik ki, problemlidir. Sadəcə olaraq bizim şikayətimizə baxan yoxdur. Gedirik Qaşqınkoma, deyir gedin Sumqayıt İcra Hakimiyyətinə, o ora göndərir, bu bura göndərir. Heç kim bizim şikayətimizə baxmır. Sadəcə olaraq baxsın, ən azından bunu bir başqa bir yerlə təmin eləsin. Çünki yaşayış üçün bir yer deyil bura. Bu bir həftənin içində biz qismən dincəlmişik, iyidən. İndi açsın, baxsın, heç yaman gündə. Tək mən deyiləm, bütün bina şikayət edir. Məcburi köçkünsünüz. Bəli. Hansı rayon sakinisiniz? Xanım, mənim özüm vəzifədə işləmişəm. Başa düşdüm. Mağaza müdür işləmişəm, abaxet işləmişəm. Mənim yoldaşım öləndən sonra mən biraz əlimi bura bilmədim. Bunlar ucu havalandı. Hansı rayon məcburi köçkünsünüz? Qubadlı. Qubadlı rayon sakinisiniz. Qubadlıya qayıtmaq istəyərdiniz, öz yurdunuza istərdiniz gedərsiniz. Gedərdim. Bu evi sizə qaç gün pul verir? Bəli. Başa düşdüm, mənim də anam var, mənim də bacım var. Mən də 5 ildən 10 ildən sonra sənin vəziyyətinə düşə bilərəm. Mən demirəm səni çıxarsan. İstəsəm dibinə kimi gedib çıxartdıraram. Özüm də çıxaram, sən də çıxarsan. Çünki o qədər bir də ki, çöllərdə qalanlar var. Buraya evsizlər var ki. Amma xahiş edirəm, qoy at, çəksin, sənə köməyə gəlsinlər. Mən eləyəcəm də sana. Nə edirsən? Bir ildir mən burada sənə görə hər gün döyülürəm, hər gün də öyülürəm. Səhərdən sonra, sabahdan sonra xanım, hələ olsa gəlməm, biraz çıxarım. Yox, mənim çıxartmaq səlahiyyətim yoxdur. Sadəcə binanın sakinləri sizdən şikayət edir ki, natəmizlik baş alıb gedir. Xanım, ən azından Qoysa evi. Üstündə bu evin için görsən bildiğin zibilxana. Bildiğin zibilxana. Qurana and olsun. Bir şartlarına getmişlər. Qaçqınqondan gəlin qapını içəri girmir. Ayaq yoluna zadına getmək yoxdur, elə evin içinə. Hər şey evin içi. Bildiğin musulxana. Paltarı soyulur, atır yerə. Çöldən tapdıqları yeşillərdən onu geyinir. Yediyin atır evə. Yalan demir, açda qapını. Açda bacı, aç. Mən kiməm? Mən birinci mərtəbədə sənin zibilin gedəndə mən 4 saat, 5 saat uşaqla qaldım çöldə. Niyə? Sənin zibilin iyisi evimə dolmuşdu. Bilirsən, bizim bu zibil gələndə, söğüş elədi. Ondan bəri... Nə söhbət elədim? Gəlin dedim Dilarə. Dilarə, bu nə ildir, bu nə beşdir, bu nə zibildir. ay xanım, bu natəmizlikdir, xəstəlikdir, özünüzə də ziyandır, kənar insanlara da O yazıq ziyandır. uşağa bax. O bax, o uşağa bax. Gör ona nə zibil verir. O qapının ağzında betonda yerdə yatır zibilin içində. Yalan diyor. Heç nə yoxdur axı evdə, zibilin içində yatır o uşaq. O uşaq çöllərdə yemək yeyir. Niyə çıxarır? Oradan xəstəxanaya, niyə pensiyasını alır yeyir? Pensiyaya görə, pensiyasının puluna görə o uşağı əlirlər əlindən yatızdırmağa xəstəxanada. O uşağın pensiyasına görə bu qoymur ki pulu var axı. Neçə yaşı var onun? O uşağın haradasa nə bilim 17, 15 neçə yaşı dəqiq bilmirəm. Xəstə uşaqdır, sən də mənim bağışla o hamıyında su qapısını bıçaq götürür, gelir qapısını tızıq. Bıçaqla gəzir, bizim bıçaqdır. Niyə mənim? Andolunlaha bəyək deyir, nicaq, gör bunu neynəyəcəm mənə? Şaşqalayacam, mənə deyir. Axşam da mənim qapıma bıçaqla gələcək. Hələ yaxşı ki, mənim evimi bir dənə götürəcək. Boynuna heç nəyə qoymaq mümkün deyil, bacı. Bunu burada 14 mərtəbə. Kimdən soruşursan soruş. Düş,
14-dən 1-ə qədər soruşa gəl. Nə deyirsən boyuna da qoymaq mümkün deyil. Açsın da devir təmizdir. Açsın da, açsın, baxaq. Hara gedim? Bəs hər il sənin evindən zibil çıxanda mən birdə ölürəm. Hara gedim? Həqiqətən iyidən Qurana and olsun deyirəm bacı, and ola Allaha. Gecə saat axşam üstü 5 idi bunun zibilə gedəndə. Mən saat 12 idi, mən uşaqla gəldim evə. İyi getmirdi evdən. Səs görəyirsiniz evdən. Eyvətdir, gərək xloru və təmizləyək. Niyə qapasıydı da? Biraz da gəlmə qapasıydı. İndi niyə başımızda? Niyə açmırsa? Düz deyil. Orada jektin işçiləri 5 maska tapıb girmişlər. Jektin işçiləri hərəsinə 30 manatdan bu özü cibindən. 30 manat jekimizin işçiləri yoxdur buranın. 5 dənə maskanın üst-üstə əlcək. Mən aşağıdan zibil liftin qabağına, mən orta blokda qalıram. Bunun elə bir altı, mən birdə qalıram. Zibil blokun bütün zibil dolmuşdu, mən çıxdım yuxarı, 3 dənə bacısı var. Zibil aparırdılar buradan, dedim buna iyiydi. Bu nə dəhşətdir, yalan deyirsən. Mənə alatasan saçıma, bu, bacıları saçımı yolasan. Hərəsinə 30 manatdan jekin işçilərinə öz cibindən pul verib, lafet aparana 50 manat, zibil aparana. Hər il bacı, bunun evindən zibil gedir. Zibil də gedəndə bütün 14 mərtəbə qırılır. Yəni etiraf edirsiniz ki, eviniz o vəziyyətdədir. Bazım, etiraf edəmirəm, çəyirəm, bazım gələcək, öz adam da tapıb, gəlib təmizlik edəcək. Və sən niyə zibil gətirsən, gedəsən? Zibilxanadan bildiyim paket zaman zibil aşınır. Zibilləri yığır evə. Bildirçin saxlayır, pişik saxlayır. Zibil evdədir bacı. Bəs mən sana göstərdiyim video nədir? Matras var ha, matrasın üstünə bunlar siyir. Tualetə getmirlər də, evə verirlər. Bacı aşda yalan deyil, aç. Hara gedir? Hara gedir? Gəlibə yetir öləcəm. Ne bıçaqlayarsan nəmi? Yox, ben bıçaqlayacağım. Ben neyləyəsən? Mənim qapıma bıçaqlayacaqsın. Hamının da qapısına bıçaqlayacaqsın. O yalan değil, ayağım bıçaq koyacaqsın. Kər atılır. Mənim indi 2 yaşında körpə uşağım aşağıda. Qoymuşam qonşunun yanına çıxmışam ki, hamı kimin mən də sözümü, dərdimi deyim. Ölürük biz. Halak yaşamırıq. Hamiyə də bacı zibili qalsın, ne bir yana. Düşür hər hamiyə sataşır. Bu buradan getdi, bu pastelimi uğradı, bu pulumu uğradı, bu evinə kişi saldı, bu neylədi, Türk buradan getdi, sonra nə bilim, hamiyə sataşır. Bizim xahişimiz odur ki, sizdən yəni lazım olan yerlərə xəbər verək, ən azından bir əncam qılsınlar da, yəni hamımız bilirik ki, heç yox o uşağa yazıqdır. Vallahi o uşaq günlərlə çoxu qabağında Atır evə bir də bacı gəzir. Atır evə. Saat axşamüstü 5-də, 6-da, 7-də atır evə, bu da bax uşaqlar uluya, məliyir, ağlayır, səsi. Atır, başını alır, gedir. Gəzir. Uşaqlar əyləşir də, qapından girsin evə də yazıqdır. Vəziyyəti çətindir, xəstə uşaqdır. Əgər sən o uşağın bu vəziyyətdə saxlayırsansa, heç olmasa biz dövlətimizə müraciət edək, onlara yerləşmək. Temizdirirsən onu Dilarə, gözün çimirsən yox. Bəlkə də incitmə, elə qaldırma, yavaş qal. Mənə gelip saate bir yere. Orada göreyim ne deyirlər. Buranın olar açılsız zəhmət olmazsa. Oranı da açıram. Xanım, çox xahiş edirəm, bu insanları incitmə. Hamınız qonşusunuz, bir yerdə yaşayırsınız. Siz də yaxşı qonşu olun, bu bərbad vəziyyətdə yaşamayın. Natəmizlik baş alıb gedir. Mən burada iydən dayana bilmirəm, bilirsiniz onu. Bu nədir? Bax, adı zibil. Ay Allah, bu nədir? Bəs bu xala, bu soyuducu işləmir. Burada Evdə kalsonra. Sizə görə atmır da ki, evi görməyəsiniz. İşte bu çay zat, yemək zat pişmir ki, özü deyir ki, mən iyiden deyir, evdə yemək yeyə bilmirəm. Gedib kafelərdə yeyib gəlirəm. Bəs cəmaət nətər yesin öz evində yeməyi? Ben geldim bir hafta sonra. Gördüm buna ne? Bazım bir Girməsin içəri, aşqası bu evin içini çevirmişəm, evin için çevirmişəm. bu cür şəkildə yaşayır. Bax, hal-hazırda evin içi bu vəziyyətdədir. Amma bir həftə bu hələ təmizlənmiş halıdır da. Yəni vallahi əgər inanmırsınızsa, yəni sübut budur.
İkinci dəfə təkrar yenə qardaş bacısı təmizləyir. Hal-hazırda bu olmağının səbəbi evi təmizləmək. Bu da Niyə belə mehribançılıq elə? benim yoldaşım oldu biri gelmedi. Ben isteyenler bu var. Necə? Benim yoldaşım rahmetli gitti biri gelmedi. Nə vaxt gedir rəhmətə? O yerin üçün gəlsin Allah ev uçsun səni. Burada yaşamalı olur. Yas yerine gelir. Mən 7-ci mərtəbədə ölürəm, xəstəyəm, boğazım yanır. Mən nətər gəldim? Bunlar heyledir hanım. Xanım, hər kəs sizi pisləyir. Siz də hər kəsi pisləyirsiniz. Yaşadım qalma çoxda. Mən həmişə duramıram. Ya qədər bax görürəm bir yerim açıqdır. Konserləri unuturam. Ya qədər bax mən həmişə duramıram. İndi yaşımı qalmışam mən halda qana qoyuram. Ya qədər bax gör mən bir yer aça bilirəm qızım. Mən 7-ci mərtəbədə qalıram. Mən 7-ci mərtəbədə qalıram. Bax o evin altında. Allahımıza, Quranımıza nə pəncərə aça bilirəm, nə balkona çıxma. Yuduğum paltardan belə iyi gəlir. Bu iyi bilsəm, özün iyi hiss elirsən də. Bu nə idi? Meydi hissidir, it pişiyi hissidir, nə hissidir mümkündür. Evə çıxılı-çıxılı cücülər gəlir, çişləyir adamı. Mən Allah bir ildir köçmüşəm, bura köçdüyüm günə nələt oxuyuram. Bayaq, mən indi aşağıda sizi gözləyirəm, yaxınlaşın mənə təqdir edir. Mən nə istəyirəm ki? Sən də nə düşmənçiyim var? Mən deyirəm ki, ya təmizləsinlər, ya çıxartsınlar, nə inirlər eləsinlər. Ölürəm, Allah hamd olsun, öyüyüb qusmaqdan boğazım, qulağım gəlir. Sizə baxan yoxdur. Nəyi baxmırlar? Səbəb nə göstərirlər? Əş belə baxırlar, gəlirlər, zibili yığırlar, deyir özdə pul verir. Gəlirlər, zibili yığırlar, ayda bir dəfə, gördünüz də zibili. Qazellə yığırlar, daşı ilə aparlar, başımızın altına yastıq qoyurlar. Təmizlənib söyləyəcəkdir, iyi getmir, iyi getmir. Gedir aşağıda itib, pişik, vurur qəşək qoltuğuna. Şimdi var yok. Yan sen var yok. Görürsən, asraflı baxır, Yığıb gətirdiyi zibil itdən pişikdən betər. Nə İt pişik cəhənnəmə zibir gətirir, zibir. İt pişikdə tərəfin yanmış. Biz yalan deyiriksə, aç qapını içəri çəksinlər xanım. aç qapını baxaq da. Sonra Mən baxmayacağım, mən çıxıb gedəcəm, bir baxmayacağım. Yaxşı. Biz Bak gəlmiyoruz. bir günümüz var. Yekə işçilər gələndə 5 dənə maska taxırlar iyidən. Han, 5 dənə maska. Daha bile benim adımdan çıkım. Necə? Daha bile benim adımdan çıkım. Heytim. Bütün qonşular bunlar səni təntənalı yola salacaq. Ərzə də yazacaq, qol da çəkəcək, tək sizi bir yerə görəşdirsə, bizim də canımız tutarsa sizinlə. Adın nədir sənin? Necə? Adın nədir sənin gözəl? Övladın yazıqdır. Sal ki evə, dincəlsin, rahatlığın pozursan. Sən necə anasan ki, övladına qarşı belə edirsən? Söylememişim. Ben Bak. hamı bilir. Yazıqdır. Özün də yazıqsan. Bunlar böyle gelen bir şey. Bunlar benim yoldaşımlar. Bunlar birisi de öldürdü. Şeker saldı öldürdü. Necə? Benim yoldaşım bunlar şeker saldı öldürdü. Sizin yoldaşınızı şəkərə kim saldı? Bak da bu boşlar. Niyə elə deyirsiniz ki? Bütün günü çıxın buradan bir. Çıxın buradan demirlər, deyirlər ki, Yo, yo, yo. təmizliyə riayət eləyir. Ya orada təmizlik. Ay bilərəm, sənə çıxırdan demirlər, üstü başı belə təmiz saxladığın kimi evi də təmiz saxla. Biz də insanıq, nəfəs alaq, pəncərə açaq, təmiz hava alaq. Konseneri nə qədər biz konsenerdə olaq? Mən hər həftə 30 manat pul yazırım konsener. Bütün günü dayanmır konsener. Pəncərəni açan kimi itin pişiyin, ölünün iyisi dolur evə. Mən 800 dənə maşına ilə gəzirəm, Allah'a and olsun. Qapını açıyor da, qapını açıyor. Siz danışmaq istəyirsiniz? Aç qapını. Yalnız yapayım sana. Son olaraq kimə müraciət edirsiniz? Son olaraq bacı, işimizə kim baxır, hara deyək? Nədir 20 yanvarda Jekin işçilərinə, 20 yanvarda nədir idarə bura Qaşqın Koma, ora Sabuhi müəllimdir. Orada sonra başqa kim var? Sədri Rövşən Rzayev. Hə, Rövşən Rızayevdir. Jeki yollamaqla deyil. Jeki yollama, gəlsinlər, evi görsünlər ki, nə vəziyyətdədir. Gelsin bakalım gelsin. Gəlsinlər özləri çəkəcəsinə görüb 5 dəqiqə o evdə oturmaq mümkünsə bizi onda deyirlər ki, yalan deyirlər. Bir dənə ünvanı təkrar edin. 12-ci mikrorayon Qaçqınlar şəhərciyi, bina 11, mənzil 8-ci mərtəbə, mənzil 68. Sumqayıt şəhəri. Sumqayıt şəhəri. Ya padizdən bilinir də sizin. Padizdən yıxılır. Matəmizdir, bəli, iyidən dayanmaq mümkün deyil burada.
Hələ yaxşı vəziyyətdir. Allah'ımıza and olsun ki, hele bu iyide biz sevindik ki saç. Bax çıxır koridora tez onu çıxırdır ki, cəmaatı hiss eləməsin. Çox yaxşı vəziyyətdə xalası. Bizim ev su basır. Altdaşı qonşunun Su evi açıq qoyub. Bəli, suyu da verir, suyu açıq qoyur. Bəli, aşağıdakı qonşunun evi su basır. Sən Jet bağlayıb ya bacın sağ qurbası. Onu biz cəmaət eləmir ki, onu jet bağlayıb ki, cəmaatın evini su basır. Öz başınız bağlamayıblar ki onu. Məcburiyyətdən var. Məcburiyyətdən bağlıdır ki, cəmaatın evi su basır. Çünki suyu açıq qoyur, qazı da gücünü açıq qoyacaq, patladacaq buraları. Sen kimin babiyeti baktı? Beni tutarmışım. Sen kimin baktı? Sabahdan söz verirsiniz təmizliyə riayət edəcək. Flor da almışam, hər şeyi də almışam. Üşümdə özümdədik, ölmüşdü vəziyyətim pis idi. Bəs siz işləyirsiniz hardasa? Yox mu işləmirəm. Və nə yeyirsiniz, nə içirsiniz? Uşağımın yok pensiyası. Uşağın pensiyası. O uşaq yazıqdır, onun heç olmasa evə dəvət elə, girsin evə, yatsın, Verəcəm, dincəlsin. xan, verəcəm. Yaxşı. Xanım qurban olun, yalan bunlar hamısı yalan deyil. Bunlar bizi yalan. Yaxşı, biri yalan deyir, ikisi yalan, hamısı birdən yalan deyir. Rahatsızlıqlı. O istəyir ki, mən çağırıram, oğlum və bunlar da öyrədim. Yox, sizə heç gözünü çıxartmağa səlahiyyəti yoxdur. Qaçqın.com sizi yalnız çıxarda bilər. Uşağı görürəm bunu. Kim? Sən, Mən. uşağı görürəm bunu. Yalandan danışma. Anne yalan danışırsan. Hələ Yox, buyuruyorum uşağı. hələ uşağım. Sən keçmişsən təhdidə şantaja düşmüş şey. Yox, şantaj olan deyil. Bilmə yemək, o gəldi. Başıma çarə gör. Gezib gedirsən buradan çıxarsan.